Marneolidə məktəb və uşaq bağçalarında tədris prosesi tam şəkildə bərpa olunub. Güclü qar yağması bəzi kəndlərdə hərəkəti müvəqqəti çətinləşdirsə də, Bağça Birliyinin direktoru region Nüsa müsahibəsində pis hava şəraitinin təhsil prosesinə təsir etmədiyini deyir. Şəhərin bağçalarında 900-dən çox uşaq qeydiyyatdadır ki, onlardan təxminən 550-si hazırda təhsil prosesində iştirak edir. Direktorun sözlərinə görə bu rəqəm bayramlardan sonra normal haldır. Ayın 20-sindən uşaqları uşaq bağçalarına qəbul etdik. Standart qaydada fəaliyyətdəyik. Şamiyanın yeni bağçası qəza vəziyyətindədir. Ekspertizanın cavabını gözləyirik. Bağça ya təmir olunacaq, ya da uçurulacaq. Hərdən bəzi səbəblərdən bağçalar 1 ya 2 günlük bağlana bilir. Məsələn, dünən Tamaris və 3 saylı şəhər bağçası elektrik enerjisi yox idi deyə bağlanmışdı. Çünki istilik sistemi işləmirdi. Xixanda su yoxdur deyə bağça sabah işə başlayacaq. Bağçamızda mərkəzi istilik sistemi qurulub. Noyabrın 1-dən işləyir. Avadanlıqlarımız yenidir. Bir temperaturda çalışırıq. Bina nə soyuq, nə də çox isti olur. Qruplarda istilik var. Müəllimlər soyuqdan şikayətlənmirlər. Dünən açıldıq. 122 uşaq gəlmişdi. Bugün isə biraz artdı. 141 uşaq var. Yəqin uşağın sayı günü-gündən artar. Bələdiyyənin məktəblərində də tədris prosesi bərpa olunub. Resurs mərkəzinin rəhbəri şaxtaya baxmayaraq məktəblərdə müvafiq temperatur saxlanıldığını deyir. Onun sözlərinə görə 44 dövlət məktəbi mərkəzi istilik sistemi ilə, qalan məktəblər isə yanacaq briketləri ilə qızdırılır. Buna görə də tədris prosesini dayandırmağa ehtiyac yoxdur. Bildiyiniz kimi, bələdiyyə miqyasında 74 ictimai məktəb fəaliyyət göstərir. Yanvarın 15-dən məktəblərdə tədris prosesi başladı. Elektrik enerjisinə görə Yeni Diaqonis kənd məktəbində tədris prosesi dayanmışdı. Bugün isə orada tədris prosesi bərpa olundu. Dünən elektrik enerjisinin yoxluğuna görə tədris prosesi 5 saylı məktəbdə də qısa formada keçdi. Serapli kəndində isə yollar donmuşdu deyə tədris prosesi olmadı. Məktəblərdə dərslərin keçirilmədiyi günlər şənbə-bazar günləri ilə əvəz olunacaq. Marneoli bələdiyyəsində təhsil prosesi fəal şəkildə aparılır. Bütün bağça və məktəblərdə tədris fasiləsi davam edir.